Salam uşaqlar. Bu dərsimizdə bugün keçirilən güvən sınağının, yəni 14 dekabr 2025-ci il tarixində keçirilən güvən sınağının riyaziyyatı olan izahına baxacağıq. 61-ci sualda deyir ki, A tək natural ədəd olarsa aşağıdakının hansının qiymət həmişə cütdür? Biz bilirik ki, variantlara baxanda bu bilinir. Təki təkə vuranda tək eləyir, üzərinə də bir cüt eləyir. Yəni cavabın D olduğu görsənir. Sadəcə əgər birbaşa görmürsünüzsə, A-ya bir tək natural ədəd verə bilərsiniz. Məsələn 1. 1 gətirib yerinə qoysaq 5 dəfə 1 5, üzərinə 1 eləyir 6. Yəni cavab D variantıdır. Keçirik 62-ci suala. Bərabərsizliyin ən kiçik tam həllini tapın. Biz bilirik ki, bu bərabərsizləri həll edərkən sürət və məxrəcin köklərini tapırıq. Sürətin kökünü tapanda -1 eləyir, məxrəcin kökünü tapanda 4 eləyir. Və bunları ədəd axında qeyd edib intervallar üsulundan həll edirik. Burada 3 dənə interval var. 4-dən sağ tərəf, -1 ilə 4-ün arası, bir də -1-dən sol tərəf. 4-dən sağa bir ədəd götürüb, məsələn, burada x-in yerinə yazsaq, işarəni müəyyən edə bilərik. Məsələn, 5. 5-i gətirib x-in yerinə yazsaq, sürət də müsbət, məxrəc də müsbət. Müsbəti müsbətə böləndə müsbət eləyir. Digər intervallarda eyni qaydada müəyyən edirik. Müsbət, mənfi, müsbət alınacaq və bizə kiçik hissə lazımdır. Kiçik 0. Kiçik 0 bu hissədir. -1, 4 aralığı. Yəni bunun cavabı -1, 4 aralığıdır normalda. Yəni bizdən ən kiçik tam həlli deyir. Bu araya düşən ən kiçik ədəd də 0-dır. Keçirik növbəti suala. 63-cü sualda belə bir düzbucaqlı üçbucaq verilib və bu tərəflər AD və DC bir-birinə bərabərdir. Bura 25 dərəcədir. BCD bucağını istəyir. BCD bu bucaq istənir bizdən. Deməli, ADC bərabər yanlı olduğu üçün biz bilirik ki, burada 25 dərəcə olacaq. Çünki 25-25 olmalıdır. Bərabər yanlı bucağın oturacaq dişi bucaqları bərabər olmalıdır. Və bilirik ki, bu bucaq ADC bucağının xarici bucağıdır. Xarici bucaqda özünə qonşu olmayan daxili bucaqların, yəni 25 ilə 25-in cəmidir, eləyir 50 dərəcə. Onda bu üç bucağa görə bura qalacaq 40 dərəcə. Üç bucağımız olacaq 180. Cavab 40 dərəcədir. Keçirik 64-cü suala. İfadənin qiymətini hesablayın. Əvvəlcə mötərizəni hesablayaq. 2-1 + 3-1 nə eləyir? Uşaqlar, orta məxrəc 6-dır. 6-da 3 + 6-da 5 eləyir. 6-da 5-i vururuq bunun tərsinə, yəni 5-də 3-ə. Çıxırıq. 2-də 9 vuraq 3-də 7. Bərabərdir. Buradan 5-lər gedir. Eləyir 6-da. Bununla da bu gedir. 1, 2 yazaq. 2-də 1 çıxaq. Bununla da bu ixtisar gedir 9. Burada qalır 3. Bu da eləyir 2-də 3-dən 7, 21. 2-də 1-dən 2-də 21 çıxanda -2-də 20 eləyir. Yəni cavab -10 eləyir. Cavab A variantıdır. Keç dağılığın növbəti suala. 65-ci sualda deyir ki, məxrəci 25 olan düzgün kəsirlərin cəmi. Məxrəci 25 olan düzgün kəsirlər hardan başlayır? 25-də 1, 25-də 2 və nəhayət 25-də 24. Düzgün kəsirlər dediyini. Və məxrəc olduğu kimi qalır. Bilirik ki, sürətləri toplayırıq. 1, 2, 3 və s. 24. Sürətə baxırsınızsa, bu sürət ədədi silsilədir. 1-dən 24-ə kimi ədədlərin cəmi. 1-dən 24-ə kimi ədədlərin cəmini hesablar. Birinci ilə axırıncını toplayıb 2-yə bölüb sayına vururuq. Nəticə nə edir? 25 vur. Bundan da bu ixtisar gedir. Burada 12. 25 vur 12 eləyir. Sürətin cavabı 25 vur 12 elədir. Bunu da 25-ə böləcəyik. 25-ə böləndə cavab neçə eləyəcək? 12 eləyəcək. Cavab variantı. Keçirik 66-cı sualı. X kəmiyyəti Y kəmiyyətindən düz mütənasib asılıdır. Y 48 olanda X 16 olub. Y 12 olanda X neçə olacaq? Yəni bunu soruşur. Tənasibi həll eləsək buradan çarpaz vursaq və yaxud bu 4-ə bölür, bunu da 4-ə bölürsən cavab 4 eləyir. Növbəti sual 67-ci suala baxaq. 67-də deyir ki, ABCD trapesiyasında bu tərəflər verilib. BAD haradır bu hissə? Alfa. Plus ADC. ADC bu bucaq. Beta. Bunların cəmi 90-dır. Və trapesiyanın perimetri istənilir. Trapesiyanın üst tərəfə verilib. Deməli, mən AD-ni tapmalıyam ki, perimetri tapım. Bunun ötürü nə edirik? Adətən belə suallardır. Bu bucaqların cəmi 90 veriləndə məsləhət ki, buradan paralel xətt çəkəsiniz AB-yə. Yəni burada bir paraleloqram vurasınız belə deyək.
Burada onda olacaq 9. Və bu bucaqla bu bucaq bilirik ki, uyğun bucaqlardır. Paralel xəttlərin kəsən əməliyyatı uyğun bucaqlar olduğuna görə bu da alfa eləyəcək. Və paralelogramın qarşı bucağı, paralelogram alınır burada. Paralelogramın qarşı bucaqları bərabər olduğu üçün, bunlar da daxil çarpaz olduğu üçün alfa alır. Bu alfa ilə betanın cəmi buradan demişdik ki 90'dır. Bu ikisi 90'sa deməli burada 90 dərəcə qalacaq. Bunun rəngində şey. Bura olacaq 90 dərəcə. Və fikir versə bura 6'dırsa burada nə qədər edəcək? 6. Həmçinin bu düz bucaqlı üst bucaqdan bu düz bucaq Pifagor teoreminə görə 9'un kvadratının 12'nin kvadratını gələndə buranın kvadratını ala bilərik. Burada neçə eləyəcək Pifagor teoreminə görə? 15 eləyəcək. Bilirik ki 9, 12, 15 Pifagor ədədlərdir. 225 edir, 225'də 15'in kvadratı. Nəysə, AD-ni aldıq 21. İndi biz perimetr tapmalıydıq deyə bütün tərəfləri toplamalıyıq. 9, 6, 12 və 21. Bunların hamısını cəmləyəcəyik. 9'un 6 15 eləyir, 15'in 12 27 eləyir, 27'in 21 48 eləyir. Cavab B variantı. Keç salıq növbət sual 68-ci suala. 68-ci sual bilir ki, çox hadisinin əmsallarının cəmi tap. Əmsallar birinci deməli 3'dür, sonra -5'dir. Üstünə -5'i gəldi. Üzərinə sonra 1 gəldi. Bir də -2 gəlir. Və bu ədədlərin cəmi neçə eləyir? 4 minus 7 -3. Cavab D variantı. Keç salıq növbət suala. 69'un sual gəlir burada. 69'un sualda belə bir ifadə verib A-nı soruşur. Deməli, belə eləyək. Burada solda A bölü kök 5, sağda A bölü kök 3. Keçirik onu sola. A bölü kök 5 çıx A bölü kök 3 bərabərdir. Kök 3'ü də sağa keçirdək belə. Və buradan A-nı qarşıya çıxarsaq yerdə nə qalır? Kök 5 çıx 1 bölü kök 3 qalacaq. Hər ikisindən A-nı ortaq vuruq çıxartdım burada. Bərabərdir kök 5 çıxaq kök 3. Və A vuraq, mötərizəni ortaq məxrəcə gətirsək, bunlar ortaq məxrəci nədir? Kök 5 ilə kök 3 kök 15'dir. Bunu bura vurasan kök 3 eləyir, bunu da bura vuracaq kök 5 eləyir. Bərabərdir kök 5 çıxaq kök 3. Və rəngini dəyişək bunu. Bununla bu ixtisar gedəcək, amma mənfi qalacaq da əks ədədlərdir. Buradan A böl kök 15 bərabərdir -1, A bərabər alaq -kök 15. Çarpaz vururuq, cavab eləyir A variantı. Keç salıq 70-ci suala. 70-ci sualda deməli bizə üçbucaq verilib, xaricində çevrə verilib və radius istənilir. Deməli biz sinuslar teoremindən bir bərabərlikdə yazırdıq ki, sonda A bölü sinus alfa nəyə bərabər idi? 2R. Yəni A-nın öz qarşısında imzanın sinusuna böləndə. İndi buradan 8 kök 3'ü bölürük sinus 30'a bərabər olacaq 2R. Sinus 30'a nə alır? 2'də 1 alır. Ona görə 8 kök 3 böl 2'də 1 bərabər 2R yazırıq. Çarpaz vuranda buradan R bərabər alacaq 8 kök 3 və bizdən də radiusu istədiyinə görə cavab 8 kök 3. Keçirik 71-ci suala. 71-ci sualda ədədi silsilə verilib, A1'i verib, D-ni verib və A7-ni istəyir. Bilirik ki, A7 bərabərdir A1 plus 6D kimi tapılır. A1 -3'dür, D 4 olduğuna görə 24 ilə -3'ü toplayıb nə alacaq cavabı? 21. Keçirik növbəti suala. 72-ci sualda deyir ki, bir yeşil limonun yeşil ilə birlikdə kütləsi 40 kiloqramdır. Yeşildəki limonun 4/1'ini boşaltsaq, qalan limonun yeşil ilə birlikdə kütləsi 31 olar. Nəysə, boş yeşil elə sadəcə Y hərfi ilə işarə edək, limonu da L hərfi ilə işarə edək. Yeşil ilə limon bir yerdə nə qədər idi? 40 kiloqramdır. İndi biz bilirik ki, yeşilin ölçüsü dəyişmir, həmin yeşil yeşilliyində qalır. Sadəcə dəyişən nədir? Bunun içindəki limon. Biz limonun 4/1'ini boşaldanda içində nə qədər qalacaq onun? 4/3'ü qalacaq. Qalan limonun yeşil ilə birlikdə kütləsi 31 olar deyir. Bu sistemi həll edəcəyik. Bizə boş yeşilin kütləsi var. Deməli biz bunları tərəfdar aşağını -1'ə vurub yuxarı ilə toplaya bilərəm və yaxud yuxarıdan aşağına çıxaq, birinci tənliklə ikincini.
Çıxanda yeşiklər gedəcək. Eldən 4-də 3 elə çıxanda nə qalır? 4-də 1 el qalır. 40-dan da 31 9 qalır. Buradan el bərabər alırıq 36. El 36 alandan sonra gətirib yerinə yazsaq, 36-nın üstünə nə gəlsəm 40 eləyir. 4. Deməli boş yeşik 4-dür. Kütləsi. Keçirik növbəti sual. 73-cü sualda həndə silsilə verir. Bir silsilənin neçənci həddi 192 olar. Mən neçənci hədd olduğunu bilmədiyim üçün o həddə deyirəm BN bərabər 192 yazar. Və BN də bilirik ki, B1 Q üstü M-1 kimi tapılır. İndi buradan məsələ nədir? Bizə 2 dənə hədd verilib. 2 həddən biz Q-nü tapa bilərik. Bilirik ki, B üstü 9-u, biri daha doğrusu B9-u, biri də B2-dir. B9-u B2-yə bölünə bilirik ki, nə qalır? Q üstü 7. Deməli, 768-i bölürəm 6-ya. Burada neçə düşəcək? Deməli, 7-də bir dəfə düşür. 16-da 2 dəfə 128. Q üstü 7, 128 isə Q neçədir? Bilirik ki, 2-dir. Gələk, burada yerinə yazaq. Deməli, Q 2-dir, B1 də 6-dır. Daha doğrusu B2 də 6-dır. B1-i də tapmaq üçün B2-ni Q-yə bölə bilərəm. Yəni 6-nı 2-yə bölüb B1-i də 3 alırsan. Gəlib yerinə yazaq burada 3 vuraq. Q üstü M-1. Q yəni 2 üstü M-1 bərabər 192. 2 üstü M-1 bərabərdir. 192-ni 3-ə böləndə neçə düşür? 64. Bilirik ki, 2-nin hansı qüvvət 64 eləyir? 6. M-1 deməli 6-ya bərabərdir. N də eləyir 7. Deməli, silsilənin neçənci həddidir? 192, 7-ci həddi. Keçid alırıq növbəti sual, 74-cü suala. 74-də belə bir üçbucaq verilib və yazıb ki, 3AD 4DC-yə bərabərdir. Onda belə çıxır ki, bir rəngində ki, deməli, AD bu 4K-dır. 3 də DC ilə mütənasibdir. Bura 3K-dır. Yəni 3 vur 4K, 4 vur 3K bərabər olsun da. Bura yazıram 4K, bura yazıram 3K. Və bizə deyir ki, o BDC üçbucağın sahəsi 12-dir. Rənglənmiş sahə 12-dir. Bizdən ümumi sahə ABC üçbucağını soruşur. Biz də bilirik ki, burada bu üçbucaq var, rənglənmiş. Bir də bu üçbucaq, ağ üçbucaq, həmçinin ABC böyük üçbucaq mövcuddur. Və bu üçbucaqların hündürlüyü hamısı eynidir. Hündürlər eyni olanda biz bilirik ki, sahə oturacaqla mütənasib olur. Ona görə də buradan 3K-ya hansı sahə uyğun gəlib? 12 cm kvadratı. Bizə ABC lazım olduğunu, ABC-nin oturacağı 7K-dır. 7K-ya da nə götürəcəyik? S. Yəni bizə S lazımdır. Buradan da tənasibi həll edəsək, S bərabər alacaq. 7K vur 12 böl 3K. K'lar ixtisar edir. Cavab neçə eləyir? 28. Deməli, cavab 28-dir. ABC üçbucağın sahəsini soruşur. Keçid alırıq 75-ci sual. 75-ci sualda ifadənin qiyməti soruşulur. Biz bilirik ki, bu kök 3. Kökdə yaza bilərəm də bunların hamısını. 18 bilirik ki, 3 vur 6-dır. 24 də bilirik ki, 6 vur 4-dür. Və buradan sadələşdirsək, 2 dənə 3-dən biri çıxır bayra, 2 dənə 6-dan biri çıxır və 4-dən də 2 çıxır. Cavab neçə eləyir? 18 vur 2, 36. Keçid alırıq növbəti sual. Növbəti sual 76-cı sualdır. 76-cı sualda bir tənlidir, həll edin. Tənliyi həll etməsi nə edəcək? Vurub açacaq mötərizələri. Çıx 2x, çıx 6 bərabər olur 26. 4x-dən 2x çıxanda 2x qalır. 8-dən 6 çıxanda 2 qalır. 2-ni də sağa keçəcək, mənfi 2 eləyəcək deyə. Bura 24 düşəcək. X bərabər alırıq 12. Cavab 12-dir. Keçid alırıq növbəti suala. %77-ci sualda deyir, tortun altda bir hissəsini Ceyhuna, 9-a 5 hissəsini Samirə, daha doğrusu tortun altda bir hissəsini Ceyhunə, 9-a 5 hissəsini Samirə, qalanını isə çiçək yemişdir. Ceyhunənin yediyi hissə, çiçəyin yediyi hissədən neçə faiz azdır? İndi biz bura yazaq deməli. Ceyhunə
Samirə, bir də Çiçəkdir. 6-da 1 hissə Ceyhunə yeyib, 9-da 5 hissəni Samirə yeyib, qalan hissə isə Çiçək yeyib. Qalan hissə görək nə qədərdir? 6-da 1-in üstünə 9-da 5-i gələk. 18-də 6-ya böləndə 3 düşür. 9-a böləndə 2 düşür. Vurub hesablasaq alacaq 18-də 13. 18-də 13 hissəsini bu ikisi yeyibsə, deməli 18-də 5 hissəsi, 1-dən çıxaraq 18-də 13-ü, 18-də 5 hissəsi Çiçək yeyib. Və bizə sualda deyir ki, Ceyhunənin yediyi hissə Çiçəyin yediyi hissədən neçə faiz azdır? Çiçəyin yediyi hissədən neçə faiz azdır dediyinə görə, Çiçəyin yediyi hissəni, yəni 18-də 5-i götürürük 100%. Ceyhunədə söhbət getdiyinə görə bunu 6-da 1 ilə götürək x%. Bu tənasübü həll edək. Buradan demək çarpaz vursaq 18-də 5x bərabər 6-da 1 vur 100. 18-dən 6 x gedir, burada qalır 3. X-i tapmaq üçün 100-dən də 5 x gedir, qalır 20. X bərabər 20-ni 3-ə vurursa nedir? 60%. Deməli, buna 60% düşdü. Və bizdən soruşuruz ki, sualda Çiçəyin yediyi hissə neçə faiz azdır? Bu 100-dən 60-ı çıxırıq. Ki, görüm neçə faiz azdır? Cavab 40% azdır. Keçirik növbəti sual. 78-ci sualda deyir ki, perimetri 30 olan düzgün altıbucağının böyük diagonalının uzunluğu. Ümumiyyətlə, düzgün altıbucaqlarda bilirik ki, böyük diagonal, D böyük yazaq, tərəfin 2 mislinə bərabər. Yəni, bunu tərkib şəklinə çıxarmaq da olar düsturum. Sadəcə vaxt getməsin deyə yazmıram. Perimetri 30-dursa, 30-u 6-ya bölürəm. A bərabərdir 30 bölü 6 neçə edir? 5. Tərəfi olur 5. Tərəfi 5-li gətirib yerinə yazsaq, diagonal eləyəcək, böyük diagonal eləyəcək 10. Yəni, cavabı 10-dur. 79-cu suala keçək. Deyir ki, diagonallarının sayı, tərəflərinin sayının 5 misli olan düzgün çoxbucağının bir xarici bucağının bir daxili bucağına nisbət. Deməli, diagonalların sayı düsturu bilirik ki, necə tapılır? M vur M-3 böl 2. Bu, tərəflərin sayının 5 mislidir. Yəni, bərabər 5-i yazacaq. N-lər ixtisar edir. M-3 bərabərdir. 2 vur 5, 10. N bərabər alırıq 13. Deməli, bunun 13 dənə tərəfi var. Və bizə deyir ki, bir xarici bucağının bir daxili bucağına olan nisbətin tapın. Bir xarici bucaq bilirik ki, necə tapılır? 360 böl N. Bir xarici bucaq olur 360 böl N. Deməli, bir xarici bucağının bir daxili bucağının. Bir daxili bucağının düsturu necədir? 180 var M-2 böl N. Bu da bir daxili bucağın düsturudur. Biz bunların nisbətini tapanda buradan N-lər ixtisar gedir. 360-dan da 180 qalacaq 360 bölə 180 vur M-2. 360-dan 180 da gedir, burada 2 qalır. 2 bölə M-2. Bu da edir 2 bölə N-13 tapmışıq. 13-dən 2 çıxanda nə qalacaq? Cavab 11. Deməli, nisbət edir 11-də 2. Keçid alıq növbəti suala. Səkkizinci sualda deyir ki, ədədi silsilədə A5 19, silsilə fərqi 7-dir. İlk 11 həddin cəmi. Biz bilirdik ki, ilk 11 həddin cəmi S11 necə tapılır? A1 plus A11 böl 2 vur 11. Belə tapılır. Bizə məlum olanlar isə A5 ilə D-dir. Bunların fikir versiniz sürətdə indekslər cəmi 12-dir. Deməli, mən bunun əvəzinə A6 plus A6 da yaza bilərəm. İndekslər cəmi 12 elədiyi üçün. A6-ını da necə alıram? A5-in üstünə D-ni gələndə ilə A6-ını verir də. Bilir ki, A6 bərabərdir. A5 plus D. A5-i 19 verib, D-ni də 7 verib. Neçə eləyib? Cəmi 26. Gəlib yerinə yazsam, 26 yuxarı eləyir 52 böl 2 vur 11. Bu da eləyir 26 vur 11. 26-ını da 11-ə vuranda neçə eləyir? 260, o da 26. 286. Cavab 286. Keçid alıq növbəti sual. 81-ci sualda deyir ki, perimetri 84, tərəfləri bu nisbətdə olan düzbucağının xaricinə çevrə çəkilib. Çevrə ilə düzbucağının arasında qalan hissə. Nəysə, sxematik bir düzbucağı çəkək. Bundan xaricinə bir dənə çevrə götürək.
Deməli, tərəflər nisbəti nədir? 3-ün 4-ü. Bura 3x, bura 4x. Və bilir ki, perimetr necə tapılır? Tərəflərini toplayıb 2-yə vururuq. 3x, 4x, 7x, 2-yə də 14x bərabərdir 84. X alırıq necə? 6. Belə çıxır ki, düzbucağın tərəfləri necədir? 3 vur 6, 18-dir. 4 vur 6, 24. Və bizdən istənilən nədir? Çevrə ilə düzbucağın arasında qalan sahə. Yəni, bu sahə. Bu hissələr. Bu hissələri tapmaq üçün mən nə edəcəm? Dairənin sahəsindən, bu düzbucağın sahəsindən çıxmalıyam. Dairənin sahəsində hesablar pi r kvadrat. Amma bizdə r məlum deyil. R tapmaq üçün bilirik ki, r də bu diagonalın yarısıdır da. Diagonal neçə edir bunun? Fagor teoremine görə d kvadrat bərabər 18-in kvadratı 24-ün kvadratı. Uzunluğu 24, eni 18 idi. 324-ün isə 576 gələndə edir 900. D deməli 30-dur. Diagonal 30-dursa radius neçədir? 15-dir. Və çıxır ki, R 15-dir. Yəni, dairənin radiusu 15-dir olur. Pi vur 15-in kvadratı, yəni 225 edir 225 pi. Bu belə. Və qalan o hissəni tapmaq üçün rənglənmişsə, dairədən biz düzbucağının sahəsini çıxmalıyıq. Yəni 225 pi'dən çıxmalıyam, yəni düzbucağının sahəsi. Düzbucağının sahəsində hesablar 18 vur 24. Olur 225 pi çıxar 18 24'e vuran neçə edir? 4 dəfə 72 eləyir, bu da 36 eləyir. 2, 3, 1 yadda 432. Yəni, cavab olur 225 pi çıx 432. Davam edirik növbətə. 82-ci sualda deyir ki, dərəcəsi 4 olan bu çoxhədlisinin vuruqları ayırın. Dərəcə 4-dürsə, deməli bu qüvvətlərdən biri 4 olmalıdır. İndi bunu gələk 4-ə bərabərlik. 7n minus 17 bərabərdir 4. Buradan 7n bərabər alırıq 21. N alırıq neçə? 3. 3'ü gəlib yerinə yazsaq, həqiqətən deməli bunun üstü 4 eləyir. Bura 3'ü qoysaq, 3'dən 1 çıxanda 2 eləyir. 4x kvadrat eləyir. 3'ü buraya yazsaq, çıx x kub eləyir. Burada da yerinə yazsaq, 3'ün üstə 1 üstə gəl 4x eləyir. Həqiqətən dərəcə 4 elədi, yəni bərabərdir. İndi bizə deyir, bunu vuruqlara ayırın. Biz də ayıraq vuruqlara. Deməli, bunu necə qruplaşdırsaq bizə sərf eləyər. X-ü 4 ilə x kubun 1 götürək. 4x kvadratı ilə də 4x'i 1 götürək. Mən mənfini qarşıya verdim bu ikisindən. Mənfini qarşıya verəndə bu çıxma olacaq. İndi birinci 2 dənədən x kubu çıxır buradan. Nə qalır? X minus 1. Sonraki 2 dənədən 4x çıxır, qalır x minus 1. Hər iki ifadədə x minus 1 var deyə qarşıya çıxarsaq, yerdə qalır x kubu çıx 4x. Bunu da vuruqlara ayırmalıyıq hələ. Bu ikisində də x var, o qarşıya verək. Buradan x'i götürəndə nə qaldı yerində? X kvadrat çıx 4 qaldı. Hətta x kvadrat çıx 4 o da vuruqlara ayrılır. Olur x vur x minus 1. Bu da x minus 2, x plus 2'dir. Yəni cavab oldu bu. Vuruqlara ayrılır. Keçir növbət suala. 83-cü sualda deyir, tənliyin köklərindən biri -6 olarsa, köklərin kvadratlar cəmini tapır. Əgər köklərindən biri mənfidirsə, -6-dırsa, yerinə qoysam A-nı tapa bilərəm. -6'ın kvadratı neçə eləyir? 36. -6'nı A plus 2'yə vuranda nə eləyir? Bura -6 qoysaq. -6 A-ya vuranda eləcə burada qabaqda mənfi var deyir, müsbət 6A. Bu -12 eləyir normalda. Burada bir də mənfi var deyil, müsbət 12. Üstə gəl A minus 13 bərabərdir 0. 7A toplayanda eləyir 36'ın üstə 12, 48, 48'dən 13 çıxanda 35. Bərabərdir 0. A bərabər olacaq -5. İndi A-nın qiymətini aparıb yerinə yazsaq, olur x kvadrat. -5'in üstə 2 neçə edir? -3, qabaqda müsbət 3x eləyir. Üstə gələk -5'dən də çıx 13 eləyəcək -18. Bərabərdir 0. Tənliyi belə aldıq. İndi köklərindən biri deməli -6'dır.
köklərin kvadratlar cəmidir. Kökün biri -6-sı, köklər arasında -18-dir. X2 nə olacaq? -18-i böləcəyik, -6 eləyəcək 3. X2 də 3 eləyir. Kvadratlar cəmlisi deməli olacaq x3-ün kvadratı üstəgəl -6-nın kvadratı 9 plus 36 cavab eləyəcək 45. Davam edin növbəti sual. 84-cü sualda deyir ki, radiusu 29 cm olan çevrə daxilində mərkəzdən eyni məsafədə bir-birinə paralel çəkilmiş iki vətərin uzunluqları bu olarsa, bu vətərlərin arasında məsafə nə? Əvvəlcə biz bura bir dənə çevrə çəkməliyik. Deyək ki, çevrə bu olsun. Mərkəz bura olsun. Mərkəzdən eyni məsafədə iki paralel vətər çəkilir. Mərkəzdən eyni məsafədə. Yəni, bu məsafə ilə bu məsafə bərabərdir, belə deyək. İndi bizə nə istəyir buradan? Deməli, bu vətərlərin uzunluqları verilib. Bizdə teorem var da, bilirik ki, əgər mərkəzdən eyni məsafədədirsə vətərlər, həmin vətərlər bir-birinə bərabərdir. Onun çıxarılışı da var, yəni sadəcə yazmıram ki, vaxt getməsin. Deməli, bu vətərlərin uzunluğu bir-birinə bərabər olmalıdır. 9x minus 30 bərabərdir 5x plus 2. Buradan 4x bərabər alırıq 32, x alırıq 8. Gəl 8-i yerinə yazsaq, 5 dəfə 8, 40, üstünə 2, eləyir vətər 42. Belə çıxır ki, bura yarısı düşür olur 21, 21. Həmçinin bizə radius verilib. Radius 29 verilib. Baxın, bura 29-dur. Burada A desəm, onda bu da A-dır. Bizə də vətərlər arasında məsafə, yəni bu 2A lazımdır. 2A-nı tapmalıyıq buranı. Nəysə, Fagor teoreminə görə A-nı tapaq. A kvadrat bərabər 29-un kvadratının 21-in kvadratını çıxırıq. Bu da 29 minus 21, 29 plus 21. 29-dan 21 çıxan neçə qalır? 8. Üzərinə gəlində eləyir 50. Bu da eləyir 400. 400-də 20-nin kvadratıdır. Deməli, bura 20-dirsə, onda bura da 20 olur və vətərlər arasında məsafə cəmsi nə qədər olur? 40. Cavab olur 40 sant. Keçirik 85-ci suala. Sualda bizə deyir ki, bu xətlər təm bölənlərdir. AY ilə BS verilib 18-dir hər ikisi və YB 12-dir. Bura 12. Bizə deyir BF bölünsün FT. BF-in FT-yə nisbətini soruşur. Biz bunu tapmalıyıq. Nəysə, bu nisbəti tapmaqdan ötürü, deməli, təm bölənin biz xassəsini bilirik yəqin ki, deməli, bu təm böləndir. Bura A, bura B, bura C, bura D yazsa, bilirik ki, A böl C, B böl D-yə bərabərdir. İndi bu nisbətlərdən burada istifadə edəcəyik. Deməli, burada fikir verirsinizsə, bu AC-ni tapa bilərik. AC böl 18 bərabərdir, bu 18 böl 12 yaza bilərəm. Fikir verin. AC böl 18, yəni AC böl 18 deyərkən AY-ni nəzərdə tuturam. AC böl AY bərabərdir BC böl BY, yəni 18 böl 12. Buradan AC-ni hesablayıb nə alacaq? 18 vur 18 böl 12. Burada 2 qalır, burada 3 qalır, 6 yaxşıydı, burada 9 qalır. 9-dan 3-ün edir 27. Deməli, AC neçə oldu? 27 oldu. İndi biz buradan başqa nə tapmalıyıq? Deməli, mən DC-ni tapsam, məsələni həll eləmiş olaram. Çünki bizdən BF böl FT-ni istəyir. BF böl FT ilə 18 böl DC demək. Yazaq bura onu qıraqda BF bölək. FT bərabərdir BC böl DC, o da bərabərdir 18 böl DC. Yəni DC-ni tapsam, məsələ həll oldu. DC-ni tapmaq üçün, deməli, rəngi dəyişə bilir. Bura bir K versəm, daha doğrusu belə eləyək də, bura 18-dir, AB 30-dursa, onda bura olur 30K, burada olur 18K, yəni mütənasibdir də, yəni bu da təm bölən olduğu üçün BD. Bu tərəflə bura mütənasibdir, yəni bura 30-da bura 30K düşür, bura 18-dirsə, burada 18K düşür. Bunların cəmi 27-ni verir. 30K üstə gəl, 18K bərabərli 27, 48K bərabərli 27,
K-nı alırıq. 48-də 27, yəni 9 böl 16. Gəlib yerinə yazsam DC-ni taparam. DC bərabərdir 18 vur 16-da 9. Bu da 2-yə gedir. 8 qalır. Burada da 9 qalır. Eləyir 8-də 81. Gələk burada yerinə yazaq. Bizə bu lazım idi yəni. 18-i bölürəm DC-yə. 8-də 81-ə. Bu da bərabərdir. 18-i vururam 81-də 8-ə. 9-a ixtisar gedir. Burada 9 qalır. Burada 2 qalır. Cavab edir 9-da 16. Yəni BF bölə F-dir 9 16-ya bərabərdir. Burada sualların sayı bitirir. Sağ olun uşaqlar.